Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam dəyərli izləyicilər. Günün ən diqqət çəkən və müzakirə olunan xəbərlərini sizin üçün bir araya topladıq. Azərbaycanda bəzi cərimələrin ləğvi ilə bağlı mühüm dəyişikliklər gözlənilir. Qərarın kimlərə şamil olunacağı və hansı sahələri əhatə edəcəyi böyük maraq doğurur. Digər tərəfdən, kollecə hazırlaşan abituriyentlər üçün vacib xəbər var. Bir ixtisas üzrə qəbulun dayandırıldığı açıqlanıb və bu qərar seçim edənlər üçün ciddi təsir yarada bilər. Qaraheybət Təlim Mərkəzində baş verən bədbəxt hadisə isə gündəmin ən ağrılı mövzularından biridir. Hadisənin detalları araşdırılır. Dünya gündəmi isə daha da gərginləşir. İranın Amerika Birləşmiş Ştatları gəmisini vurduğu iddiaları və ardınca müharibə başladı xəbərləri narahatlıq yaradıb. Eyni zamanda başqa bir ölkədə raket xəbərdarlığı edilib. Bölgədə vəziyyət kritik olaraq qalır. Şok iddia da var. Bəzi şəxslərin təbii ölüm deyil, qətlə yetirildiyi bildirilir. Bütün detalları qaçırmayın, bizi izləməyə davam edin. Kənd təsərrüfatına mane olan yaşıllıqların götürülməsi üçün icazə tələbinin aradan qaldırılması təklifi qəbul edildikdə, bu pozuntuya görə yazılmış, amma icra edilməyən cərimələrə də şamil olunacaq. Oxu Az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi Qanunvericilik Şöbəsinin müdiri Məhəmməd Bazıqov, Parlamentin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin bugünkü iclasında yaşıllıqların mühafizəsi haqqında qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib. Normativ hüquqi aktlar haqqında Konstitusiya qanununa və Cinayət Məcəlləsinə görə məsuliyyəti yüngülləşdirən halların geriyə qüvvəsi var. Yəni, əməl cinayət ya inzibati xəta tərkibi halından azad olunursa, o zaman əvvəlki dövr üçün icra olunmamış cərimələr ləğv olunmalıdır, deyə o bildirib. Xatırladaq ki, yaşıllıqların götürülməsinə icazə verilən halların siyahısı genişlənir. Layihəyə əsasən, yaşıllıqların götürülməsinə məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar aqrar fəaliyyətinə mane olduqda icazə edəcək. Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov bu məsələ ilə bağlı danışarkən bu məsələyə toxunmuş və qanun qəbul olunduqdan sonra əvvəlki cərimələrin ləğvi nəzərdə tutulacaqmı sualını ünvanlamışdı. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026-27-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə, kolleclərə, tələbə qəbulu planında ümumi 9 illik və tam 11 illik orta təhsil bazasında fiziki tərbiyə müəllimliyi ixtisası üzrə plan yeri ayrılmayıb. Oxu Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu ildən etibarən fiziki tərbiyə müəllimliyi ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə, kolleclərə, tələbə qəbulu aparılmayacaq. Abituriyentlərin nəzərinə çatdırırıq ki, cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalarda fəaliyyət göstərməyəcək. 6400 fiziki tərbiyə müəllimliyi 11 illik təhsil bazası üzrə, 152 fiziki tərbiyə müəllimliyi 9 illik təhsil bazası üzrə. Qabiliyyət imtahanları ilə bağlı daha ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını mütəmadi izləmək tövsiyə olunur. Qaraheybət Təlim Mərkəzində bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu Aza bildirilib ki, kursant M. Rüstəmov sursatla ehtiyatsız davranması nəticəsində həyatını itirib. Faktla bağlı müvafiq araşdırmalar aparılır. İranın Fars xəbər agentliyinin yaydığı məlumata görə, ölkənin silahlı qüvvələri xəbərdarlıqlara məhəl qoymadığı iddia edilən Amerika Birləşmiş Ştatlarına məxsus hərbi gəmiyə raket zərbəsi endirib. Hadisənin gəminin İran tərəfi ilə razılaşdırmadan Hörmüz boğazına daxil olmaq istədiyi zaman, Cask limanı yaxınlığında baş verdiyi bildirilir. Nojoment Az xəbər verir ki, mənbənin iddiasına görə gəmiyə 2 raket isabət edib. Nəticədə gəminin zədələndiyi, kursunu dəyişərək ərazini tərk etməyə məcbur olduğu qeyd edilir. Bununla belə dəymiş ziyanın miqyası və ekipaj üzvləri arasında mümkün tələfat barədə təfərrüatlar açıqlanmayıb.
Hazırda Amerika Birləşmiş Ştatları tərəfindən bu məlumatla bağlı rəsmi təsdiq yoxdur və müstəqil mənbələr insidenti hələlik təsdiqləməyiblər. Birləşmiş Ərəb Əmirliklərinin Birləşmiş Ərəb Əmirliyi Dubay şəhərində atəşkəs dövrü başlayandan bəri ilk dəfə olaraq raket təhlükəsi siqnalı verilib. Yerli hakimiyyət orqanları potensial raket zərbələri təhlükəsi ilə əlaqədar sakinləri təcili tədbirlər görməyə çağırıb. Nojoment az xəbər verir ki, əhaliyə rəsmi kanallar vasitəsilə təhlükəsiz yerlərdə sığınacaq axtarmaq tövsiyə olunub. Şəhərin müxtəlif hissələrində həyəcan siqnallarının eşidildiyi və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırıldığı bildirilir. Hələlik raketlərin haradan atıldığı və ya konkret hədəfin hara olduğu barədə rəsmi məlumat verilmir. Xatırladaq ki, bu bölgədə nisbi sakitlik yaradan son atəşkəs razılaşmasından sonra baş verən ilk ciddi gərginlikdir. Vəziyyətin inkişafı ilə bağlı əlavə məlumatlar gözlənilir. Ötən gün Milli Onkologiya Mərkəzində baş verən partlayış nəticəsində yaralanan həkimin vəziyyəti ilə bağlı gün ərzində ziddiyyətli məlumatlar yayılıb. Nojoment az xəbər verir ki, bəzi mənbələr onun öldüyünü iddia etsə də, qısa müddət sonra bu xəbərlər təkzib olunub. Gün ərzində isə eyni ssenari bir neçə dəfə təkrarlanıb, öldü, yaşayır, vəziyyəti ağırdır kimi bir-birini təkzib edən informasiyalar çaşqınlıq yaradıb. Və təbii ki, bu ilk belə hal deyil. Ölmədən öldürülənlər. Bu tip hallar Azərbaycan ictimaiyyətinə də yaxşı tanışdır. Məsələn, millət vəkili Qənirə Paşayeva ilə bağlı hadisə hələ də hamının yadındadır. Onun vəziyyəti ağırlaşdığı günlərdə sosial mediada və bəzi saytlarda dəfələrlə vəfat edib xəbərləri yayıldı. Ailə üzvləri və yaxınları bu məlumatları təkzib edərək bildirmişdilər ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və deputatın vəziyyəti ağır olsa da yaşayır. O, reanimasiyada süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə idi. Lakin cəmi bir neçə gün sonra artıq onun vəfat etdiyi rəsmi şəkildə açıqlanmışdı. Oxşar vəziyyət xalq artisti Arif Babayev ilə bağlı da yaşanmışdı. Onun ölüm xəbəri əvvəlcədən yayılmış, daha sonra təkzib olunmuş, bir müddət sonra isə bu xəbər təsdiqini tapmışdı. Meyxanaçı Ağa Kərim barədə də sosial mediada dəfələrlə oxşar xəbərlər dövriyyəyə buraxılıb. Belə misalların sayını istənilən qədər çoxaltmaq olar. Əslində nə baş verir, tibbi reallıq nədir? Həkimlərin sözlərinə görə belə ziddiyyətli məlumatların əsas səbəbi xəstənin kritik və ölümlə sərhəd vəziyyətdə olmasıdır. Bu hallarda ən çox rast gəlinən mənzərə belədir. Beyin funksiyaları faktiki dayanır, beyin ölümü, ürək və digər orqanlar aparat vasitəsilə fəaliyyətini davam etdirir, xəstə geri dönüşü olmayan mərhələyə daxil olur. Belə xəstə haqqında ölüb demək hüquqi baxımdan tez ola bilər, yaşayır demək isə reallığı tam əks etdirmir. Yəni paradoks yaranır, hər iki tərəf müəyyən mənada haqlıdır. Geri dönüş yoxdur mərhələsi. Mütəxəssislər bildirir ki, bu vəziyyətə düşən xəstələr artıq əvvəlki həyata qayıtmır. Bu, bir neçə saat, gün, bəzən isə daha uzun müddət çəkən prosesdir. Yəni faktiki olaraq ölüm baş verir, sadəcə rəsmi təsdiq müəyyən gecikmə ilə verilir. Qisası belə faciəli durumlarda insan əvvəl xəbərlərdə ölür, sonra isə həyatda.